Deməli, qaldığımız hissə güzəşt barədə. Nə ilə bağlıdır? Güzəştlər barədə. Vergi tutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır. Ekologiya, yanğından və mühafizə və mülki müdafiə üçün istifadə edilən vasitələr. Şirkətlərə, nə bilim, yanğın söndürmə ilə bağlı cihazlar və yaxud da balonların quraşdırılması, lapatka, balta falan qoyduqları olsun. Nasıl sözdür? Tamam, əsas vəsaitlər. Uqduricimizə mi? O da buna aiddir həmin dəyəri. Onlar o kompleks ver, onu sağlamaq, onu sənə kompleks təqdim edirlər. Yəni bir dənə lapatkanı vermirlər. Burada az söhbəti yoxdur. Yəni o bölmə hardasa 2300 manat dəyərində olan bir şey sənə stent şəklində, bütöv şəkildə verilir. Ən azından istənilən zavodun, idarənin həyətində mütləq onun olması lazım. Olmayanda da zəruri var. Müəssisələrin mülkiyyətində, balansında olan və siyasi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 23-cü il tarixli 510 nömrəli qərarı ilə, yəni bu qərar tapmaq lazımdır, təsdiq edilmiş mülki müdafiə təyinatlı əmlaklar. Bu qərarı tapmaq lazımdır. Buna hansı əmlaklar daxildir? 30-12-2023 510 nömrəli qərar yazsa kifayət. İstədiyimi atmayız. 495 nömrəli qərardır bu. 511 tapdım göndərin. Sadəcə bizə təyinatını deyil, göndərmə ehtiyac yoxdur. Aferin. Baxın, əsas təyinatını qaçırdırsınız uşaqlar. Burada mövzu nədir? Qərarı açdıq. Sığınacaqlar, yəni yeraltı obyektlərdən gedir söhbət. Radiasiya əleyhinə daldanacaqlar. Yəni hər hansı bir müharibə şəraitində və yaxud da sel fəlakətində və yaxud da pandemiyaların, xəstəliklərin yayıldığı bir müddətdə insanların toplaşa biləcəyi, müalicə ala biləcəyi yerləri nəzərdə tutur. Amma onlar şirkətlərin tərkibindədirsə deyir. Baxın, hal-hazırda pandemiya vaxtı hər birinizin gördüyü xəbərlər var idi. Bir neçə Avropa ölkələri xüsusi sığınacaqlar tikdilər, yəni insanlarla bağlı. Hətta pandemiyadan öncə nə deyildi? Dünya nə vaxt dağılırdı? 2012-də? Bir partiyada onda satış elədilər. Avropa ölkələrinin çoxunda köhnə radiasiyadan qorunma əleyhinə olunan sığınacaqların indi hamısı bərpa olunub, yerlər satılır. Yəni onlar artıq özəl mülkiyyətdirlər. Yəni otel icarəyə verdiyin kimi eləcənə icarəyə verirlər. İnsanların orada rezervli yeri var ki, yəni belə olmaz. Çox güman ki, bizdə ona hazırlıqla bağlı olan bir şeydir, amma bizdə o səviyyədə deyil. Ambar olaraq var. Gəlirəm sizin dediklərinizə. Metropolitenlərin bütün tunelləri o tipli sayılır. Və yaxud da kanalizasiya xətləri deyildi. O bizdəkilərdən getmir söhbət. Yəni içərisində maşın hərəkət edə biləcək səviyyədə böyük dikili yapılardan gedir söhbət. Mərkəzi sistemlərdən ki, qorunma məqsədi ilə həmin yerlərdən istifadə edə biləsiniz. Məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerji ötürücü xətlər, meliorasiya və suvarma sistemi, obyektləri, feyklər və kosmik obyektlər azad olmadadırlar. Fiziki şəxslərə məxsus, buradan anlamadığınızsa varsa deyim, əsas budur. Məhsul ötürən kəmərlər neft boru kəmərlərini və yaxud da qaz kəmərləri nəzərdə tutulur. Fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunan minik avtomobilləri, olunmayan, üzrüz. Mən də deyirəm istifadə olunan niyə vermədik ki biz istifadə olunmayan minik avtomobilləri, bunu siz 99% şeydə görürsünüz də, fərdi sahibkarlarda vön alıb fəaliyyət göstərənlər var.
hansı ki onların öz şəxsi maşınları var. Hə, şəxsi maşınlar uşaqlar əmlak vergisinə tabe deyil. Əmlak vergisinə tabe olmadığı kimi amortisasiya da getmir. Amortisasiya olmadığı üçün yanacaq və təmir xərclərində də gəlirdən əldə olması çəkilən xərclər kimi çıxmaq olmur. Onun üçün sahibkarla danışılmış şəkildə iki variant etmək olar. Sahibkarın nəqliyyat vasitəsini, öz şəxsi vasitəsini təzədən müəssisənin istifadəsində olması ilə bağlı vergiyə müraciət edib qeydiyyata aldırdıqdan sonra sahibkar həmin maşınını, şəxsi maşını çəkdiyi bütün xərcləri gəlirdən çıxmaq hüququna sahib olacaqdır. Buna da bütün sahibkarların rəyi gedər, yəni biləsiz. Yəni müştəri yığdığınız zaman istifadə edərsiniz. Təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər əmlak vergisinə cəlb olunmur. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla şəhid statusu, yəni mövzu burada şəhid statusunu izah etməklə bağlı. Güzəşt ona veriləcək. Sadəcə deyir ki, şəhid statusu olan şəxslər bu məqsədlə istifadə etmirsə, gerisinə baxaq, şəxslərin valideynlərinin, dul arvadlarının və yaxud da ki, ərlərinin və övladlarının, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarının, Azərbaycan Respublikası milli qəhrəmanlarının, Sovet İttifaqı, ümumiyyətlə bütün qəhrəmanlıqlara sahib olanların 30 manat məbləğində bəli, güzəşti var. Yadıma düşdü, cümlələri görəndə yadıma düşdü ki, 30 manat buna görə keçdim sona. Yəni Azərbaycanda baş vermiş bütün müharibə və özünü göstərməklə bağlı nə varsa, onlarda əldə edilmiş statuslara görə 30 manat güzəşti var. Amma icarəyə verəndə əmlak O güzəşt olmur da, batırlar ondan sonra. Bakı, Sumqayıt, Xırdalan şəhəri və Abşeron rayonu istisna olmaqla Respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında mehmanxana, otel və sanatoriya fəaliyyətində istifadə edilən sahibkarlıq fəaliyyəti müvəqqəti dayandırıldığı dövr istisna olmaqla istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisi 2024-cü il yanvarın 1-də 3 il müddətində 75% azaddır. Yəni azaddır. Yəni izahı budur. Mövsümi fəaliyyət göstərən otellərin əmlakları belə deyək də daşınmaz əmlak olaraq fasilədə olduqları müddətdə, yəni gəlir əldə etmə müddəti baş vermədikdə, istifadə olunmadıqda əmlak vergisinə tam məbləğlə cəlb olunur. İstifadə edildiyi müddətdə 3 il limitimiz var. 75% əmlak vergisi azaldılması baş verir. Yəni güzəşti mövzudur. Bu otellərə aiddir. Anlamadın? Günay xanımın Füzulinin harasında olsan, Qızılqışlaq kəndində yox, kənddə biraz yuxarı hissələrdə otel tipdə istifadə etdiyi 28 dənə daçası var və bir dənə də otelin inzibati binası var. Bura mövsümüdür. Qış aylarında hardasa 5 ay müddətində istifadə edilə bilmir. Əmlakının dəyəri 2 milyon manatdır və neçə ay? 8 ay fəaliyyət göstərir. 8 ay göstərdiyi fəaliyyətə görə əmələ gəlmiş əmlak vergisi normal hesablama qaydalarına uyğun olaraq, yəni belə deyək də, orta illik qalıq dəyərini hesablamaqla əmlak vergisinə cəlb edilir 1%. Sonra da həmin əmələ gəlmiş əmlak vergisi də 75% azaldılır. İstifadə etdiyim müddətdə hesablanır. Bəli, o 8 aylıq dönəm üçün. Amma istifadə etmədiyi o 5 aylıq müddət üçün və 4 aylıq müddət üçün 1%-ni hesablayıb ödəmək məcburiyyətlidir. Azaldılma olmur. Nədir, yəni istifadə olunmayan tam məbləğ. Sən gəlir də əldə etmirsən, ölkədə boş-boşuna əmlakı saxlamısan yəni. Gəlir əldə etmirsən, niyə xərc olsun ki o? Yəni xərc, belə deyək də, niyə mən o vergidən məhrum qalım ki? Deyir, işlət də, bunun məqsədi yaxşı, belə bir sual verim. O sualın cavabından bəlkə yola çıxsaz. Əlavə dəyər vergi dərsimizdə
Kənd təsərrüfatının verilən azad olmaların nə ilə bağlı verilmişdi? Azad olma məqsədləri var idi. O azad olma nə məqsədlə verilmişdi? Kənd təsərrüfatı məhsullarının satışının ədəbin azad olmasına. Kənd təsərrüfatı sahəsini stimullaşdırmaq, inkişaf etdirmək, maraq cəlb etdirilməsi üçün. Bu da həmin təyinatı daşıyır ki, sən fəaliyyətdə olasan, yəni bir türlü sizin görmədiyiniz ikinci hissə var da, sən fəaliyyətdə olduğun müddətdə gəlir əldə etmə prosesin baş verir. Gəlir əldə edəndə o gəlir vergisi zaten o bir tərəfdən alır axı. Və əmlak vergisi onun yanında güzəştini verə biləcək hissəsidir, bəli. Dövlət tərəfindən verilən subsidiyalar sayəsində təsərrüfat. Yox. Mesela 75% azaltma. Nədir? 1000 manat əmlak vergisi ödəməlisən. Bir faiz mesela Hə, deyək ki, gəldik hesabladıq 1000 manat elədi. Deyək ki, onu 250 manat olaraq ödə. ne? Bəli. Bəli. Prosto niyə buna azaddır, güzəştdir yazmayıb, azaldılır yazır? Onu fikirləşmək lazımdır. Güzəştlərin daxilindədir zaten. 3 illik veriblər, müddətə tabedir. Əmlak vergisindən azad olma və güzəşt halları barədə 199-cu maddə baxa bilərsiniz. Hə, əhəmiyyətli olan da budur. Nə qədər bəli. Bəli. Nədə qaldın? Oteldə? Allah nəsib eləsin. Nə istəyirsən? Yaxşı, şəhərdədir. Hə, şəhər tipli oteldir. 5 mərtəbəlidir. Tamam. Azadılması başa düşdün? Niyə nə başa düşmədin? Niyə bunu ediblər? Tam növbətdə ödədiyini istifadə edemiyorum. Baxıb elə bir şeydir. Qeyri-rezidentdən niyə tam məbləğində alırlar? İstifadə etsə də, etməsə də. Çünkü o İstifadə edəmişlərdən gəlir. Yo, onu demir. Qeyri-rezidentdən bunu müqayisə eləmək çalışır. Nüansdan çox getdin. O da öyle. Deyirsən əmlaka sahib olma, bir müəssisənin əmlaka sahib olması bir vasitədir. Biz ona görə ona əsas vəsait deyirik. O nəyə vasitəçilik eləməlidir? Gəlirin əldə olunmasına vasitəçilik eləməlidir. Sən onu 5 ay saxlayırsan kənarda. Yəni, gəlir əldə etmə prosesini həyata keçirmirsən. Mən gəlirimdən məhrum oluram. Amma sən otel sektorunda, mən turizm sektorunda inkişaf etdirməliyəm axı. Sənə dəstək verməliyəm bir şəkildə. Sənə əmlak vergisindən 75%-ni azad edirəm. O halda ki, sən bunu daimi işlədəsən. Yəni, işlətdiyin, daimi işlət deyə, 12 ay, 5 ay da saxlama deyə, 6 ay da saxlama deyə mən bunu bu formatda edirəm. Misal üçün, Şahdağ Kurort İstirahət Turizm Mərkəzi. Nə zaman işləyir? Qara olanda, qış olanda, düzdür? Yayda qaldın mı? O yayda qaldığı müddətə tam məbləğdə ödəyəcək əmlakının vergisini. Yayda qalmaması üçün nə etməlidir? Ki, yəni qar yoxdur, dayanmaması üçün özünə başqa rekreasiya tərəfləri aşkar etməlidir, düzəltməlidir. Adrenalin turizmi onun arxa tərəfində başqa bir şey etməlidir. Qanadla toplanma, sınavlığa turlar, restoran fəaliyyəti, konsert tədbirləri. İndi bunu belə arxan deməyimin səbəbi o sahədə ixtisaslı kadr olmağımın başqa variantları var. Yəni, sən onu cəlb eləməli ki, əlavə sərmayə qoysun, gəlsin, çağırasan Gülarəni ki, mənim pulları biz 5 ay boş qalırıq. O 5 ayda gəl bura bir dənə sənin pulun var idi, bizdəki əmidən biraz qalmışdı. Gəl onu qoy, bura bir dənə Luna Park və yaxud da əyləncə mərkəzi eləyək, otelin tərkibində. Yəni, qış ayları da həmin yer işləsin. yarım saatte veriyor diyorsun. Bu sen biraz